Salam değerli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün mən çox ləzzətli, dadlı toyuq çığırtmasının hazırlanmasını bölüşürəm. Toyuq çığırtmasını plovun yanında süfrəyə təqdim edə bilərsiniz. İndi isə keçək hazırlanma qaydasına. Öncə tavaya 2 yemək qaşığı təxminən yağ əlavə edirəm. Üzərindən 2 ədəd doğranmış soğanları əlavə edib orta ateşdə soğanları qızarana qədər qovururam. Qovrulmuş soğanların üzərinə əvvəlcədən qaynatdığım toyuq ətlərini əlavə edirəm. Və ətlərin üzərindən ədviyyatlardan əlavə edirəm. Mən sarı kök əlavə etdim, qara istiot və pul biber. Əti qaynadan zaman duz əlavə etmişdim. Və ardından toyuğun bulyonundan əlavə etdim. Və tavanın qapağını qoyub təxminən bir 10 dəqiqədə bu cür bişirirəm. Və yumurta götürmüşəm mən burada. Təxminən 6-7 ədəd yumurta götürmüşəm. Üzərinə duz əlavə edib yaxşıca qarışdırdıqdan sonra yeməyin üzərindən əlavə edirəm. Yumurtanı əlavə etdikdən sonra tavanın qapağını qoyub yumurta bişənə qədər 1-2 dəqiqə gözlədirəm. Artıq gördüyünüz kimi toyuq çığırtmamız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Kanalıma abunə olub videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.